Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Zabrat dairəsindən Üzü Məhəmmədli dairəsinə gedən yolda. Yoldan cəmi 200 metr məsafədə həm evin, həm də torpağın kupçası olan belə bir gözəl 6 qarajlı 4 otaqlı həyət evimiz satışa çıxıb. Evə 4 otaq qeyd edirəm, amma birinci mərtəbədə əlavə 4 dənə də köməkçi otaqları var. Əslində mən belə evlərə həmişə 2 mərtəbə kimi qeyd edirəm, amma mənim izləyicilərim 2 mərtəbə deyəndə əsəbləşir ki, bu 2 mərtəbə deyil. 2 mərtəbə deyil deyirsinizsə, demək ki, elədir. Yerdən 15-16, bəlkə çoxdur hələ kürsü, təxmini saydım. Kürsü də tikilib. 4 dənə tam təmirli otaq, birinci mərtəbədə 4 köməkçi otaq, həyətdə belə bir gözəl besetkamız. Evin həyəti tam daşlarla döşənilib. Həyətinə də bir neçə maşın tam rahatlıqla daxil ola bilər. Qazı suyu işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. İndi isə gəlin keçək evin daxilinə. Hər bir tərəfi yaşayış olan yerdir. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Çardağa da girişi var. Evimiz dəhliz sistemlidir. Dəhlizdən də evin otaqlarına bölünür. Dəhlizə daxil olduqda solda gəlir evin mətbəx hissəsi. Dairəvi qoşa daşdır. Betonu var, kəməri var. Kombi xəttinə qədər də hamısı çəkilib. Sağda isə yerləşir geniş bir qonaq otağımız. Aboyları vurulub, polunun lakına qədər də hamısı çəkilib. Bura uşaqlar üçün nəzərdə tutulan yataq otağıdır. Nəzərinizə çatdırım ki, evimiz ipotekaya da yarayır. Əgər bank sizə dövlət ipotekası ayırırsa, yaxınlaşıb evimizi istər nəqd, istərsə də bank yolu ilə əldə edə bilərsiniz. Evimizin qiyməti 138.000 manat deyilir. İnşallah ki, real alıcılar da olsa, evin qiymətində də indirim olacaq ev sahibi tərəfindən. Bu qədər dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. 200 metr məsafəlikdən də Koroğlu şəhər daxili bütün marşrut xətləri keçir. Bunu da qeyd etmək istədim. Başqa da heç nə. Məncə bütün məlumatları qeyd elədim. Nə sualınız olsa zəng edərək suallarınızı verə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.